bugün dünya miqyasında əsas müzakirə olunan mövzulardan biri yeni dünya düzəmi və yeni dünya düzəmində dövlətlər arası münasibətlərin hansı formada təşəkkül tapması əsas və başlıca suallardan biridir. Ona görə də forum çərçivəsində də çox tərəfli münasibətlər, beynəlxalq təşkilatların rolu, regional rollar və regional dövlətlərin üzərinə düşən məsuliyyət kimi məsələlər də müzakirə olunacaqdır. Azərbaycan Respublikası da qlobal düzəmlə aparılan müzakirələrdə regional prinsiplərdən çıxış edərək və həmçinin orta güc adlandırılan bir beynəlxalq münasibətlərdə yeni bir konsepsiya var. Bu konsepsiyadan çıxış edərək yeni dünya düzəminin ilə əlaqədar aparılan müzakirələrdə öz fəal rolunu oynayır, öz mövqeyini və fikrini bildirir. Və bu xüsusda da Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda yeni reallıqların yaradılmasında öz mövqeyini ortaya qoymuşdur və bugün Cənab Prezident də tədbirin açılış mərasimində geniş xarakterli çıxış etdi və Cənab Prezidentin çıxışı da ilk növbədə COP29 və ondan irəli gələn məsələlər Azərbaycanın liderliyi və bundan sonra Azərbaycan Respublikasına qarşı ilə COP29 ilə əlaqədar aparılan müxtəlif dezinformasiya kampaniyaları və fake news kampaniyaları və bu xüsusda regionda Azərbaycanın müəllifi olduğu yeni status quo-nun formalaşması və bu status quo da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin təmin olunmasını özündə töhfə edir. Ermənistanın yenə də regionda həyata keçirdiyi siyasət və Ermənistana müxtəlif dairələr tərəfindən dəstək verilərək Ermənistana militarizasiya siyasətinin aparılması və bir sıra qərb ölkələrin və xüsusilə də Fransa tərəfindən regional münasibətdə aparılan siyasət və Ermənistana militarizasiyasında Fransanın oynadığı rol və digər bu qəbildən olan məsələlərə diqqəti çəkmiş oldu.